Münasibətin əvvəlində ola biləcək həyəcan siqnalı. Çox vaxt münasibətə biz girəndə, ilkin mərhələdə, aşiqlik dövründə biz partnyoru çox ideallaşdırırıq. Ona aşiqlik prizmasından baxdığımıza görə onun çox vaxt bəzi qəribə hərəkətlərini belə haqq qazandıra bilərik, onu görməzdən gələ bilərik, sanki yoxmuş kimi davrana bilərik. Bu da çox normaldır həmən müddətdə. Əgər bu sadaladığım şeylər münasibətin ta əvvəlindən varsa, bu o deməkdir ki, bu artıq həyəcan siqnalıdır. Əgər münasibətin əvvəlindən artıq sizə hörmətsizlik edirsə, sizin sərhədlərinizi pozursa, sizə şiddət göstərirsə, sizi limitləməyə çalışırsa, sizi təhqir edirsə, bu artıq həyəcan siqnalıdır. Çünki insan dəyişmir. O yalnız özü istərsə nə vaxtsa dəyişə bilər və çox vaxtda olduğu kimi də qalır. Ona görə də icazə verməyin ki, ideallaşdırma sizi faktı görməyə mane olsun. Siz necə düşünürsünüz? Sizin üçün həyəcan siqnalı nədir?